kimsə dünyasını dəyişəndə uşaq olar evdə, bala olar, körpə olar, bunu qonşuya verərsən, qohum-əqrabaya verərsən ki, evdə cənazəni görməsin, görüb qorxmasın. Amma bu balalar yığıldılar ananın ətrafına. Hərəzi bir tərəfdən, İmam Həsən bir tərəfdən, xanım Zeynəb bir tərəfdən, Ümmü Gülsüm bir tərəfdən, İmam Hüseyn də əyləşir xanım Zəhranın ayaq tərəfində. İmam Əli Aleyhisselam başladı Yasin surəsini oxumağa, oxudu, yarıya çatanda təzdən geriyə qayıtdı, başdan başladı oxumağa. 2 dəfə, 3-cü dəfə oxuyanda xanım Zeynəb sual elədi, dedi, Atazan, niyə Yasin surəsini tamam eləmirsən? Dedi, çünki Yasin surəsini tamam eləsən, anavızı çağırsaz da anavızdan səs gəlməyəcək. Onda ki, Əli Aleyhisselam gəldi, çatdı Yasin surəsinin sonuna, dedi, İnnə lilləh və innə iləyhi raciun. Sensiz ölmem inan, mende yoktu tamam. Ey daralar kaldı, ayrılıktan, sinesin dağlar eli, ayrılıktan, sinesin dağlar eli, evde sensiz, geceler ağlar eli, evde sensiz, geceler ağlar eli, ayrılıktan, sinesin dağlar eli, ayrılıktan, sinesin dağlar eli, evde sensiz, Geceler ağlar eli, evde sensiz. Geceler ağlar eli. ey vay bilmemişem, ey vay bilmemişem, aşkın silmemişem, bu göğermiş gözümden. Derdin oldu anam, ta ki öptü Hasan, kana dönmüş gözümden. Ey vay bilmemişem, ey vay bilmemişem, aşkın silmemişem, bu göğermiş yüzümden. Derdin oldu anam, ta ki öptü Hasan, kana dönmüş gözümden.